Hamı kimi eyni şəraitdə böyümüşəm, yəni çoxluq kimi belə deyim. 90-cı il təvəllüdəm. Ona görə də o uşaqlıq dövrümüz çox belə gərgin olub və hansısa formada böyümüşük, əziyyət də çəkmişik. Yenə deyirəm, o top mövzusu, ondan çox lağlağı eləyən də oldu, onu düzgün başa düşən də oldu. O həmən dövrün çətinliyi olanlar, çətinlikdə böyüyənlər onu məncə yaxşı başa düşürlər. Qalan da yenə deyirəm, universitet vaxtı əsgərlikdə olmuşam, əsgərlikdən də gəlib birbaşa işləmişəm. Sonra çoxluq kimi anam diplom istəyib, Ukraynadan diplom almışam, diplomun üzünü hələ özüm də görməmişəm. Amma Ukraynada gəzmişəm onun hesabına. Hə, belə yəni təhsilim bundan ibarətdir, amma IT ilə 2002-2001-dən kompüterlə tanış olmuşam. Kifayət qədər də içinə girmişəm. Yəni IT adamı olmuşam. Və bu günə qədər qazandığım pulun indi Muvr nə qədər logistika olsa da mənə görə həmişə bir IT şirkəti olub. Ömrü boyu pulumu da IT-dən qazanmışam. Yəni deyirəm, 11-12 yaşımdan kompüterlə tanış olmuşam. Orada o dövrdə dial-up idi internet ümumiyyətlə orada. O səslərlə, o şeylə daimi forumlar, indi internet əyləncə məkanı olub. O vaxtı daha çox texniki biliklər bölüşürdülər, forumlar var idi. Müəyyən çatlar var idi. Azərbaycanda ümumiyyətlə çox limitli bir kütlə var idi sırf IT sahəsində. Yəni tək IT yox, internet sahəsində belə deyim. Ona görə çoxluq da bir-birini tanıyır. Mirk var idi, orada qruplar var idi. İndi rus dillilər ruslara yaxın forumlarda, türk dillilər türklərə yaxın forumlarda. Mən də onlar kimi sırf yönəldim birinci forumlarda falan, yəni o vaxt Photoshop falan belə xırda məsələlərlə, sonra forumlarda başladım proqramlaşdırma ilə məşğul olmağa, sonra hacking timlər mod idi. Belə, yəni gəldik, bir yerə çıxdıq belə deyim. Əsgərlikdən qayıdandan sonra 2010-da qayıtmışam oktyabrda. Oktyabrın neçəsi, səhv eləmirəmsə ortası artıq APA-da işə başlamışdım. Orada da Lentazı əsgərlikdən qabaq hack eləmişdik. Həm cavanlıq, həm tərsinə mühəndislik hər tərəfli çox maraqlı mövzudur. İndi hakerəm falan mövzusu deyiləm təbii ki. İndiki texnologiya tamam başqadır, amma o dövrdə yaxşı tərsinə mühəndislik bacardım və hamı proqramlaşdırma ilə məşğul olanda mən tərsinə proqramlaşdırma ilə məşğul olurdum ki, proqramlaşdırılanda harda boşluqlar var və o boşluqlardan necə keçmək olar. Həm maraqlı olurdu, həm də belə deyim, qazanclı olmurdu bircə. Amma bir ego verirdi, bir hər kəs tərəfindən maraqlı qarşılanırdı. Bir Azərbaycan Defensers qrupum var idi, hack qrupu idi. Yəni bir forumumuz var idi belə deyim. Orada kifayət qədər yaxşı işlər görmüşük. Ermənistan, Azərbaycanda indi Lentaz tamam başqa bir tərəfidir. Yəni bir yoldaşla, daha doğrusu o eləmişdi, mənim üstümdə qaldı məntiqi ilə. Amma yenə də ümumidə hacking həyatımın ən maraqlı dövrləri və ümumiyyətlə o addımlarda, yəni hamısında o borclu olduğum şey məncə tərsinə mühəndislikdir. Yəni heç vaxt axınla hərəkət eləməmək, axına qarşı olmaq. Bu da xarakterdir məncə. Mover, mən onda APA-da işləyirdim. 2010-dan 17-yə qədər də APA-da işləmişəm. 2015 idi səhv eləmirəmsə, Comex var idi o dövr, Amerikadan daşıyırdı. Bir də xarici bir şirkət var idi, USA Tobacco idi. Səhv eləmirəm də o da Azərbaycanlılar idi, amma təsisçilər xaricdə idilər. İki şirkət var idi, mən də elə gördüyünüz maşında Aporno deyirlər, o əyləc diski. Onlarda sifariş eləmişdim Comexdən, gəldi. Gələndə mən aldım 200 bir quyruqlu bir şey idi. Yəni neçə dollara. Gəldi bir 400 neçə dollar yol pulusu. Mən xahiş elədim anbardakı, yəni geri qaytaraq da buna. Çünki eyni məhsulun 2 dəfə bahasına bu məntiqsiz gəldi mənə. Onlar dedi ki, mümkün deyil. Mümkün deyilsə, yəni siz gətirəcəksiniz, mən də pulunu ödəməyəcəm və necə olacaq da? Yəni oradan dedim satıcıya qaytarın, qaytarılmadı. Ondan sonra elə bir fikir olaraq beynimdə idi. O dövrlərdə mən artıq APA-da proqramlaşdırma şöbəsində başlamışdım. IT direktor, sonra artıq vitse-prezident idim şirkətdə. Getdim rəhbərliyə, dedim ki, bəs mənə maliyyə lazımdır, belə bir şirkət açıram. Dedilər, biz də maraqlıyıq. Bacararsan? Dedim, mən bacararam.
Xeyr. Mən başdan layihə də mənim olub. Sadəcə 50-50-yə APA rəhbərliyi ilə bir yerdə olub bu. Yəni bu da rəsmi sənədlə elə olub ümumiyyətlə. Sonra da onların bir müəyyən qədər 50-60 min, yəni 3 aşağı 5 yuxarı ola bilər. Sonra onlarla yolumuza ayrılanda dedilər pulumuzu qaytar. Bunu da rəsmi olaraq notariusda 100 min pullarını ödəmişəm. 2018 dekabrın 21-i. Yəni o ilə də bitib. Yəni onlar Mover'da təsisçilikdən çıxanda belə mənimlə notarial müqavilə bağlayıblar. Yəni mən onlardan 100 min borc almışam kimi. Yəni ona görə bu şəhər əfsanələridir. Bu hesablana bilən bir rəqəmdən burada söhbət gedə bilməz. Çünki bunun rəsmi, qeyri-rəsmi tərəfi var. Reallıqları hamımız bilirik. Amma ümumilikdə illik götürsək milyonlar deyə bilərik yəni. Ən azından reklamların olduğu yerlər hamıya bəllidir. Reklamların getdiyi platformalar hamıya bəllidir. Ümumiyyətlə ənənəvidən kənar elədiyi reklamlar hamıya bəllidir. Ona görə dəqiq rəqəm yenə deyirəm Mover mənim üçün bitməyib təbii ki, amma çox geridə qalıb və çox da travmatik şeylər saxlayıb məndə. Ona görə yəni dəqiq rəqəmlər deyə bilmərəm. Yəni növbəti deyəcəyim şeylərdə də 3 aşağı 5 yuxarı həmişə düşünün ki, o dəqiqlik deyil, nisbilik üzərindən danışıram. Yenə deyirəm, eyni şeyləri eləyib fərqli nəticələr gözləmək mənə görə bir realistik baxış deyil. Yəni hamı eyni billboarda reklam versin və o reklamlar onsuz da görülmür və Mover'ın reklamları heç vaxt statik hamının qoyduğu yerlərə qoyulmurdu. Qoyulursa belə o kütləvi məhsullarda artıq brend var idi, brenddən sonra yerləşdirilirdi. Binanın üstündə hardasa o reklam bir 20 metrə yaxın idi. Bulvardakı 28 metr idi. Yəni bu ölçülər, yerlər ənənəvidən kənarlaşıb və biz müştəridən yaranan bir şirkət idik, belə deyim. Yəni mən 100 min borcun altına girəndə 3000 maaş alırdım APA-dan. Amma işdən də çıxdım. 100 min də borc götürdüm öhdəliyimə. Sonra da bunu da vermişlər fevralın 21-i oldu. Dekabrın 31-nə qədər, amma o müddətdə Mover qalxdı dağın başına, belə deyim. Yəni ona görə də göylərdə də, dənizdə də, yəni ümumiyyətlə Mover'ın belə deyim, proyekt olaraq fərqli idi. Təəssüf çata bilmədim birinci mərhələdə, indi birinci mərhələ qurtarıb da. Amma yəni bir tərəfi hava idi, bir tərəfi dəniz idi, bir tərəfi quru idi. Yəni bu logistika sektorunun üst tərəfli o altındakı yollarda onun yolları idi, o təyyarənin altında. Alınmadı, yəqin ki. Yox, heç bir dayday olmayıb. Dayday olsa, yəni belə daydaya mən sönüb deyərəm, sən necə daydaysan, niyə bu yerə gəldik, çıxdıq. Çox sadəcə, yəni bu düz məntiqdir, elementar məntiqdir ki, necə ola bilərdi? Biz o vaxtı ilk mərhələdə investor kimi maraqlanırdı. Bizim köhnə bir yoldaşlığımız var 2010-larda. Onda onlar investor kimi girməyə çalışırdılar. 20 milyon kimi dəyərləndirmişdilər. Sonra necəsə birdən-birə o alış-veriş məsələsinə çatanda 1 milyona endi və s. Bizim başımıza gələn hadisələr, belə deyim, Mover 2015-də quruldu. 2017-18-ə qədər, 18-in belə dəqiq deyim, nəredeyse iyul ayına qədər Mover öz pulunu gücdən çıxardırdı. Elə ona görə də biz APA-da müəyyən konfliktlər gəldi ki, şirkət pul yeyir, pul qazandırmır. Çox limitli bir kütlə var idi. Hardasa 7000, 6000 müştərimiz var idi onda 2017-yə qədər. Biz həmən dövrdə artıq APA-da yəni maliyyə cəhətdən sıxıntı çəkdiyimizə görə mənim ki, şirkət, çünki mən əzəldən yəni bir işə boyun götürürəmsə bunun axırına çıxıram mütləq. Gördüm, alınmır bizdə, sağollaşdıq. Borc müqaviləsi ilə də öhdəliyimi götürdüm, getdim. Onda 6-7 min müştəri var idi. Sonra tarix döndü, elə oldu. Biz fevral ayında sağollaşdıq. Avqust ayının ilk günləri idi, səhv eləmirəmsə. Ona qədər də bizim yenə deyim 7 minə yaxın bir müştəri bazamız var idi. TL birdən devalvasiya elədi. TL'nin devalvasiyası ilə o 7 minlik müştəri və yanında da gətirdikləri Mover reklamlardan daha çox ağızdan ağıza. Yəni Mover'da reklam effektivliyi sırf ağızdan ağıza yayılmaq idi. Çünki mən Comex kimi birinci Amerika bazarı açdım. Amerika bazarı oldu, fiyasko gördüm, həm qiymətlər baha,
həm infrastruktur çətin, Amerikalılar işləmir. Yəni Çin, Rus və ya fərqli millət tapmaq lazımdır. Ona görə mən Amerikanı orada dayandırdım və dedim Türkiyə ayağımızın altı, qiymətlər oradan bizə ucuz. Ona görə fokus olmuşdum Türkiyəyə. Türkiyə bazarında da bu APA ilə olan məsələlərdən sonra biz artıq tək idik. Orada da may, iyun ayları idi. Hamı həvəsdən düşdü. Ümumiyyətlə hamı şirkətin bitdiyini düşünürdü. Çünki arxamızda doğrudan da daydayımı deyək, investormu deyək. Yəni o güclə gedəndə Mover biraz ələndi. Sonra avqust ayı çarx yenidən fırlandı, döndü. Birdən-birə devalvasiya, Mover hazır olmadığı bir kütlə ilə qarşılaşdı. Yəni elə bir həcm oldu ki, düşünün bizim normalda 6 ay eləyəcəyimiz həcmi biz 1 ay elədik. Və bu anlarda da sentyabr ayı idi səhv eləmirəmsə 2018-in. Onda gömrükdə bizim başladılar yüklərimizi 2 dəfə başdan saxlamağa. Onsuz da Mover açılanda biz sənədləri filan qaydaları normal olaraq bilmirdik və öyrənmək üçün də qurumdan kömək istəyirdik. Deyirdi get Comex-dan al, get USA Tobacco-dan al. Mən də deyirəm konkurent biznesə mən gedib onlardan sənədləri istəyə bilərəm ki, ver nümunələrimi, mən bir iş qururam. Özüm də biznesdə yeni. Elə bir çətinliklər onsuz da yaranırdı. Mən gedirdim, öyrənirdim, gəlirdim hər dəfə bu sənəd. Deyir sənədlərin düz deyil. Deyirəm hamısı düz olmaya bilməz də. Yəni burada müəyyən bir hissəsi yəqin ki düzdür. Düzləri ayıraq gedim səhvləri düzəldim. Yəni deyirdi get düzəlt, get düzəlt. Bunu da təbii ki sifariş verə-verə, digərlərindən öyrənə-öyrənə, qanunvericiliyi yox, öyrənirdim mən prosesi. Artıq sentyabra qədər demək olar o proses tərəfimiz həll olmuşdu. Yəni artıq sənədlərimiz də qaydasındaydı, işimiz də qaydasındaydı. Sentyabr ayında artıq yük saxladılar. Yəni birdən-birə şirkət bu qədər böyüyəndə artıq ay yarım idi ki, gözlədiyimiz həcmdən yuxarı həcmlər gəlirdi. Onda bizi çağırdılar. Orada kilosuna səhv eləmirəmsə $1 birinci istədilər. Sonra iki mərhələdə razılaşma oldu ki, 6000 hər ay verəcəksiniz, işləməyə davam edəcəksiniz. Baxdım ki, onsuz da yükün orada bir gün qalmağı 400-500 manatdır. Kargo terminal xərcləri, çünki hər yük gəldikcə gününə əlavə müştəri kimi özünüz də hiss edirsiniz də, bağlamağı saxlananda kargo terminal xərcləri yanar. Biz də razılaşdıq. Yəni razılaşmaqdan başqa çarəmiz yox idi, belə deyim. Yükləri çıxartdıq. Sonra elə oldu, 2-ci ay, yox, 3-cü ayda korrupsiya gəldi. Bizi hamımızı yığdılar, apardılar. Dedilər, bəs gömrüyə pul vermisiniz, rüşvət vermisiniz falan. Dedim, rüşvət verməmişəm. Amma tas qoyublar, tası vermişik də, bəli. Yəni gömrük necə bir şey tətbiq eləyə bilər ki burada? Bir ajotaj yarandı, poçt rəisinin mavini bunları tutdular. Biz də şahid kimi mən dedim ki, yəni istəyiblər vermişəm də, yəni yerimdə olub verməyə bilən adam varmı? Çünki mən onsuz da bunu verməsəm belə cəriməsini ödəməliyəm. Yığırlar, buraxırlar. Nə tutdular, elədilər. Sonra mən məhkəmədən bəraət də aldım orada. İşimiz korrupsiyadaydı. Onlara verdiyim 12.000-i də geri aldım. Ümumi hava yolu gömrüyünün rəhbəri. O da dedi, nə probleminiz olsa, qanundan kənar sizdən kimsə tələb eləsə, mən buradayam. Mən dedim, lap əla, çox sağ olun, var olun. Sonra dedim, telefon gətirə bilərəmmi? Dedi, gətir. Telefon 2 ay sonra biz Dubay anbarı açdıq. Elan da elədiyim müştərilərə ki, artıq telefon daşımalarını həyata keçirdirik. Yük gələndə dedilər ki, yük geri qayıtmalıdır. Nədər yəni, mən yükü geri qaytara bilmərəm də, bu bir ölkədən ixrac olub. Geri ixrac eləyirəmsə də, siz mənə bir imtina məktubu verin, mən qarşı tərəfə imtina kimi bildirim bunu, yenidən idxal olmasın deyir. Dedilər, onu da verə bilmərik. Götdüm mənim yanına, dedim, axı, siz demişdiniz mənə bunu. Yox, mən elə söz deməmişəm filan. Dedim, yaxşı, onda bu yükləri buraxın, gətirmərik də. Dedim, amma bizi də müştəri qabağında pis vəziyyətə qoyuruz. Dedilər, yaxşı, buraxdılar bir partiyanı. Ondan sonra bizim silsiləli problemlərimiz başladı. Yəni, gömrük müəyyən bir vaxtdan sanki paslaşırdılar. İlk mərhələlərdə mən ümumiyyətlə yerli daşıyıcılardan istifadə eləmirdim. Çalışırdım, baha olsun, amma Türk Hava Yolları olsun. Sonra necəsə oldu, o deyir, sağ qızımı oğurladılar. Zəng elədi mənə, dedi, bəs mən yerli daşıyıcıların nümayəndəsiyəm. Mən artıq bu dövrlərdə işimdə peşəkarlaşmışam, hava yolu
Beynəlxalq Hava Yolu Assosiasiyasının kargo üzvü kimi Azərbaycanda lisenziyalarımı almışam, əməkdaşlarımı kursa göndərmişəm. Xarici bir neçə xüsusi təyinatlı yüklərin daşınması üzrə şirkətlərin distribyutoru olmuşam. Elə oldu. Mən də dedim ki, hə, işləyək, yoxlayaq. Bunlar birinci işlədi, normal işlədi, amma müəyyən vaxtdan sonra gördüm artıq başlayıblar öz şirkətlərini açmağa. İş öyrənilirmiş bizim üzərimizdən. Belə silsilə problemlər davam elədi. Yenə deyirəm, danışsam mənim ürəyimdə oldu. Mövzudan, yəni məğzdən çox yayınıram. Axına qarşı getdim. Yenə deyirəm, yazılmış, yox, yazılmamış qaydaları çox çiynədim. Eləməməli olduğum şeyləri, yəni kimlərəsə görə eləməməli olduğum. Mənə görə mən hər şeyi düz elədim. Yəni bu yenə deyirəm də hamı məndən gözləyir diplomat olmağımı. Məsələn, mən burada da gəlib oturub diplomat kimi danışa da bilərəm. Yenə deyirəm, müəyyən formada fikir manipulyasiyası da eləyə bilərəm. Yəni insanların hisslərinə toxunacaq formada ağlaşa bilərəm və ya müəyyən formada müəyyən qurumların dərinə də gedə bilərəm. Amma mənim maraqlı deyil, mən diplomat deyiləm. Mən öz işimi quran biznesmen də deyiləm. Yəni o marağım da o hər hansı bir özümü çərçivəyə yerləşdirmək deyil onsuz da. Yəni mənim düz bildiyim, düz gördüyüm bir iş var və mən bu işi qurmuşam. 8 ildə kifayət qədər böyütmüşəm. Yəni mən bir məsələyə nəticə baxımından baxıram. Yəni hansısa bir qəlibə qoyub, sonra da ona o qəlibə bir ad vermək mənə görə bir əhəmiyyətli bir iş deyil, əhəmiyyətli bir şey deyil. Çünki yenə deyirəm də qəlibə qoyduqlarımız ortadadır və ona qalsa hər gün ilin biznesmeni, ilin uğurlu adamı, ilin uğurlu biznesi və yekun nəticə, məhsul. Ortada varmı yerli bir məhsul? Varmı yerli bir şirkət deyəsiniz ki, odur, bu bacardı, xaricə ixracat elədi, bunu elədi, ortaya yerli bir keyfiyyətli məhsul çıxartdı. Varmı? Yoxdur. Mover 2020-21-ci ildə Smart Customs'a biz birbaşa inteqrasiya elədik. Təbii ki, tərsinə mühəndisliklə. 2024-cü ildə bunu inteqrasiya elədi digər şirkətlər. Təbii ki, bizi buna görə də çox incitdilər. Yəni onu da mənə məcburən yığışdırdılar ki, ya davam eləyəcəksən, ya bunu yığışdıracaqsan. Amma mən açdım, bir aya yaxın müştərilər də onu gördü. Yəni istifadə də elədilər və rahatlığını da qəbul elədilər. Amma kimsə oradan rahat-rahat deyə bildi ki, ya budur, ya da sənin yükün çıxmayacaq. Təbii ki, mən də yenə deyirəm, tonuna gününə 400 manat orada məndə kargo terminal pul hesablayır, dəbbə pulu. Mən nə qədər dözə bilərəm? Mən onsuz da bu kreditləri topladım, düzələcək dedim, alınmadı. Mover bir ekosistem yaratdı, Mover yeniliklər yaratdı. O zaman indi köhnə istifadəçilərdənsə o 2-7 min nəfərin. Onlar yaxşı bilir ki, o dövrdə Türkiyədə ödəniş sistemi yox idi. Nə Mastercard, nə Visa kart keçmirdi. Mən Mastercardla getdim, ayrı müqavilə bağladım, ayrı danışıqlara getdim, Mover kart açdırdım, Visa kartla, sırf Visa Globalla müqavilə bağlayıb. Azərbaycanda banklar Visa Globaldan güclə müqavilə bağlayır. Visa Globaldan Mover birbaşa müqavilə bağlayıb, bankdan məhsul aldı və ödənişi, yəni Mover'a texnoloji dəstəyi Visa-dan birbaşa aldıq. Biz heç bir bank aracılığı olmadan. Masterlə düzdür, bank üzərindən aldıq. Amma Visa birbaşa özümüzdən birbaşa işləyirdi. Bizə sadəcə bank seçimi qaldı. Təəssüf ki, orada da Bank Respublikanı seçdik. Məncə elədiyim səhvlərdən biri də o idi. Belə deyim, ümumi kargo deyiləndə dünyada kargo anlayışı fərqlidir. Həcmli yük daşımalara aid olunur. Bu Türkiyədə daha çox poçt daşımalarına kargo deyirlər. Amma beynəlxalq sistemlərdə daha çox böyük qabaritli, yəni iri həcmli yüklərdə kargo adlanır. Biz yəni Mover'ın və hazırda olan digər şirkətlərin gördüyü iş sürətli poçt xidmətidir. Yəni ona görə bu kargo ilə poçt xidməti bir-biri ilə əlaqəli deyil. Yəni bir-biri ilə təbii ki, əlaqəlidir. İkisi də yekunda yük daşıyır. Sadəcə biri xırda parsellər daşıyır, digəri paletlə böyük yüklər daşıyır. Budur yəni məntiqi. Sürətli poçt xidməti idi əlbəttə ki. Hə, çünki Türkiyədən o bazar ki, müəyyən vaxtdan sonra böyüyəndə artıq Türkiyədən gəlmə o kargo adı, kargo sistemi gəldi dilimizə keçdi. Hamı bir-birini təkrarlayıb batmaq istəyir çox sadəcə. Güya Mover zamanı belə burada ortada qazanan maksimum 10 şirkət olsun. Amma digər 200-ə yaxında ortada şirkət var idi. Yəni
Hamı aldanır. Yəni mən Covid vaxtı daha çox idi o. Qapının ağzında sıxlıqlar olurdu. Mən də keçib girəndə ofisə, hər maldan deyir $1 qazansa, gör nə qədər qazanır. Bu məncə yanaşma deyil. Yəni düşünəndə ki, hava yolu ilə daşınır, düşünəndə ki, orada kifayət qədər işçi heyəti var. 20 nəfərə yaxın bizim Türkiyədə işçi heyəti var idi. 150 nəfərə yaxın Bakıda işçi heyəti var idi. Şəhərin mərkəzində ofis, back ofis, serverlərin saxlanılması, orası, burası, reklamları, yəni üzü astarından əslində baha idi. Ona görə hamı da düşünürdü ki, gələcəm, mən Mover daşıyır $6.5, biz daşıyacağıq $3, 3 ay dayday cibindən pul xərcləyəcək. Nə qədər onlarla göz qabağında itdi, yoxa çıxdı. Yenə deyirəm, Mover niyə bilindi? Çünki Mover işi quran, işi yaradan idi. Digərləri kopyalardı, qazandı, qazandıqlarını itirdi və çıxdılar, getdilər. Birincisi maliyyə problemidir. Mover'ın başlamazdan qabaq müəyyən bir öhdəlikləri var. İstəyir banklar qarşısında olsun, müştərilər qarşısında olsun, vergi qarşısında olsun. Yəni müəyyən bir öhdəliklər var və bu öhdəliklər hələ bağlanıla bilməyib. Çünki Mover hamı üçün söndü, bağlandı. Yəni bir düymə kimi bağlandı, amma mənim üçün altında milyon üzəri borc qoyub bağlandı, belə deyim. Və normal olaraq burada indi prioritetlər var da, banklar var, müştərilər var ki, mənim üçün ən əhəmiyyətlisi müştərilərdir və üçüncü Mover'ın mənə itirdiyi ən böyük şey reputasiya oldu. Yəni və bu reputasiyadan sonra çirkin ördək balası məntiqi olur ortada. Yəni hamı qaçır. Çünki fərqlisən hamıdan, axına qarşı gəldin, sənə toxunan yanacağını hiss eləyir. Ona görə heç bir layihəyə investor da tapılmır. İşləməyə maraqlı olan adamlar da çəkinir, deyir, birdən nəsə olar, mənə də keçər. Yəni mən Covid deyiləm, mən virus deyiləm, mən problemli adam deyiləm. Yenə deyirəm, əlbəttə ki, xarakterim fərqli ola bilər çoxluqdan. Amma yəni bu heç kimi məncə narahat eləməməlidir. Ümumiyyətlə, fərdi keyfiyyətim üçüncü tərəfləri, Mover'ın vaxtında da biridir dalaşqandır, biridir elədir. Yəni mən nə vaxt Mover'ı mən yaratdım çıxıb, mən beləyəm, mən eləyəm, mən xuliqanam və ya xuliqan deyiləm, mən davakaram və ya davakar deyiləm tipli şeylər mən eləmirdim. Yəni mənim işim ortada bir dənə Mover idi və ancaq da işim danışırdı. Yəni mən heç vaxt çıxıb lovğalıq eləmirdim, özümü göstərmirdim. İşimlə qabaqda olmağa çalışırdım. Amma elə elədilər ki, reputasiyamdan oynadılar, belə deyim, borclandırdılar, müştərilərin qabağında baş aşağı elədilər. Hansı ki, mən 10.000-dən çox reys eləmişdim ki, bilirsiniz də hava yollarında və belə tipli işlərdə əsas iş təcrübəsi elədiyin işin həcminə sayına uyğundur. Və 10.000 reys kifayət qədər, yəni 10.000 reys demək 10.000 gün deməkdir. Yəni mən 10.000 gün normal bir iş çıxartmışdım ortaya, amma mən çıxardıb ora dələduz kimi təqdim eləməyə çalışdı. Yenə deyirəm, o dövrlər ümumiyyətlə mənim nə stopum var idi, nə bir şeyim var idi. Mən çıxıb üzümü çevirib çıxıb gedə də bilərdim. Getmirəm çünki insanın nəsə bir səhvi olanda insan qaçar, yəni nəsə bir qorxusu olanda qaçar. Mən orada qorxudacaq bir şey yox idi. İndi çoxu o verilişi də bilir. O verilişdən sonra Mover elə bil birdən-birə yerin dibinə çökdü. Yəni normal olaraq heç kim də məhsulunu, yenə deyirəm də, Mover $6 daşıma pulu alır, amma müştəri buna $200, $500, $1000, $10.000 və ya hər hansı bir rəqəm pul xərcləyir. Yəni heç kim $6 burada risk eləyim, Arif ölməsin deyə qalmadı. Yəni müştərilər də normal olaraq növbəti sifarişləri artıq digər tərəfə verdi. Ona da bizim əlimizdə bir Türkiyə qalmışdı. Ondan sonra Türkiyə bazarda çökdü. Yəni çünki burada minimal bir şey var, yəni işçilərin maaşı olsun, arendalar olsun, digərləri olsun, artıq onları çıxarda bilmədik. Yəni birinci insanların borcu bağlanıb reputasiya bərpa olunmalıdır. Çünki bizi elə bir vəziyyətə gətirdilər ki, bu dəqiqə açıldıq və yəni bu işə almaq, müştərini yenidən qazanmaq, bunlar hamısı sizlə və qarışıq problemlərdir. Mən reklam eləyirəm. Mənim reklam eləməyimin səbəbi nədir? Bu məhsul
Hər kəs bu məhsulu maraqlansın. Yəni bu məhsul fərqliliyini hiss elətdirsin. Digər kargoda gəlsin, reklam versin, məsəl üçün televiziyaya və ya binanın üstünə, mən də yeməyini yerə verim və mən necə onu keçəcəyimi gözləyim, yəni bu yanaşma deyil. Qaldı o peşəkarlıq məsələsinə, biz maliyyə sisteminin IFRS-ə keçirilməyi ilə bağlı mən əlavə konsultantlar gətirdim. Onlara kifayət qədər böyük ödənişlər elədim. Şirkətin korporativləşməsi üçün eyni formada kifayət qədər mən böyük pullar xərclədim. Sadəcə düzgün yerdə xərcləmədim o pulları, belə deyim. Bunu üçüncü tərəf normal fərqli bir ölkədə eləsəydi, təbii ki, tamam başqa şeylər olacaqdı. Amma burada yenə deyirəm, iş prosesində olan adamlar belə, o işçilər olsun, digərləri olsun, kim bizlə işlədi, dostlarım belə 3 ay işləyib, gedib bir investor tapıb şirkət açdılar yəni. Bu yanaşma ilə çox çətindir. Normalda insanlar yer qarajda 3 nəfər dost bir iş görür, ortaya bir məhsul çıxardır və görürsən 10 illərdir də bunlar bu şeyə davam eləyir. Amma bizdə elə deyil. Bizdə hamı baxır ki, mən bu stakanı düzəltdim. Gedirəm mən də əlinin yanına, deyirəm Əli, 10 manat bizə xammal lazımdır. Gəl biz bu stakanı düzəldək. Hamısı müəyyən vaxt sonra müəyyən köməkliklə bağlı yenə gəldilər, yenə mən onlara qapı açdım, belə deyim. Amma yerə eləməzdim. Yəni mənim gördüyüm səhvlər oralardadır. Yoxsa reklam eləməməliydim. Eləməsəydim mover olmayacaqdı. Mover arada itib batan şirkətlərdən olacaqdı. Yəni mover heç vaxt gizli ofislərdə olmadı. Yəni bunun məsələnin mahiyyəti mənə görə sırf budur. Kommunikasiya sonlanmayıb. İlkin olaraq mən belə deyim də, artıq 2023-ün əvvəlləri, yəni daha doğrusu 2022-nin sonu. Düyməyə basıldı elə bil və birdən-birə yüklərimiz daşınmamağa başlandı. Yəni normalda yenə deyirəm, mən aylıq 200-300 minlik daşıma eləyən şirkətəm. 30 minə görə hakimlər çıxdı, başladılar pulumuzu indi ver, yoxsa yük gəlmir. Belə uzandı, sonra yükləri daşımaqdan imtina elədi. Mover'ın səhifəsində bunlar var hamısı. Yəni mərhələli formada səs yazıları ilə mən ora qoymuşam. Dedilər, gedək kanallara çıxardacağıq sizi falan filan. Mən dedim, özlərinə də dedim ki, manipulyasiya qurbanı olursunuz burada. Yəni bu da şirkətə zərər verir də. Çünki insanların yükü oradaydı. Mən 19.000 dollara görə yükü daşıya bilmirəm. Dedim, yəni sizin belə eləməyiniz. Bir tərəfdən işçilər başladı maaş gecikir deyə DSMF-yə şikayət eləməyə. DSMF mənə hər işçiyə görə hər şikayət 1500 cərimə, hər şikayət 1500 cərimə. Üstəlik müştərilər digər tərəfdən başladılar Antinsara bizi şikayət eləməyə. Antinsar bunları yönləndirdi, kanala çıxartdı filan. Dedim, gözəl insanlar, yəni bunun sonu mənim pulum olsa, mən sizin pulunuzu onsuz da belə də verəcəm. Amma pulum yoxdursa, heç bir formada televiziya yox, məni çıxardım binanın başına, deyin ya pulumuzu ver, ya atacam səni, deyəcəm atla. Yəni pul yoxdursa, yoxdur çox sadəcə. Və bunun üçün biraz səbirli olmaq lazımdır ki, mən ən azından Türkiyə anbarım işləyir. Amma siz çıxıb televiziyaya bunu deyəndə, Türkiyəm çünki digər insanlar da artıq qorxur sənlə işləməyə. Yenə deyirəm də o çirkin ördək balası kimi amma artıq barmaqla göstərir ki, bu olmaz. Bunda bir virus var və bizə də keçər. Yəni bizim də malımız batar. Burada anlayışla qarşılayan da kifayət qədər adam oldu. Qarşılamayan da adam oldu. Mən istisnasız hamısını başa düşürəm və məhkəmələrdə də məhkəmə olur. Getdim iki məhkəmələrin hamısında da hakim deyəndə yenə deyirəm qiyməti aşağı da yazmışdılar bəyannamədə, amma çıxıb açıq aydın deyirdim ki, hə, adamlar mal gətirib, mən də gətirə bilməmişəm. Yəni o mənim digər tərəflərlə aramda olan problemlərin heç birində düşünürəm müştərinin problemi yoxdur. Amma sadəcə məni onda artıq o mənim üçün qırılma nöqtəsi oldu. İnsanları aldadıb ora çıxartdılar. Sonra bir də bu mövzuya qayıtmadı. Mən oradan çıxanda o qrupdu yaradan oğlan var. Ona öncədən də deyirdim onu. Sonradan da indi gəlin soruşaq bu Antinsarın oradakı nümayəndəsindən biz pulumuzu ala biləcəyikmi? Dedim, eşidəcəyin cavab məhkəmədir. Antinsarın əməkdaşlığı gedin məhkəməyə müraciət edin. Təbii ki, ondan sonra Mover'ın işində olan gömrüyün post şöbəsi də tamamilə sıfırlandı. Yeni adamlar gəldi. Antinsarın eyni şöbəsi sıfırlandı. Yeni adamlar gəldi. Yəni bu mərhələ olmamış kimi davranıldı və həmən adamlarla qaldıq biz üzbəyüz. Və mən də onlara normal olaraq bir Telegram qrupumuz var. Orada müəyyən bir vaxtdan bir girirəm ki, orada da bəzən
manipulyasiya eləyirlər müəyyən formada, amma yəni hamı başa düşməlidir. Mənim borclu olduğum tərəf bir tərəf deyil. Yəni mən getdim Mover'dan milyon qazandım, milyon yedim deyil. Mən qazandığımı Mover'ın üstünə qoydum. Yəni həmən dövrdə nə bilim var olanımı da satdım Mover'ın üstünə qoydum. Nəinki Mover'dan qazandım. Yəni günlük olaraq təbii ki, qazandım. Yenə deyirəm, Mover'ı bir partiya şey eləyəndə mən o dayda mövzularının kökü oradan gəlir. Tesla gətirdim, qoydum düz ofisin qabağına. Nə maşını sürdüm, nə bir şey. 2019 idi səhv eləmirəmsə. Yəni bir ay qaldı orada insanlar gəlib. İnsanlar gəlib şəkil çəkdirsin və arxadakı o hamının eşitmək istədiyi dayday. Yəni o effekti yaransın. Amma bir neçə dəfə çıxandan sonra və ya o sehirli adam ortaya çıxmayanda bunun bir mif olduğunu görürlər. Mif olandan sonra, yəni bir dəfə quyruq əldən gedəndən sonra bəllidir nə olur. Team building olurdu. Yəni ofisi ümumiyyətlə mən çalışırdım, əməkdaşlar özü çox yaxşı ofisə pul xərcləmişdi. Düz şəhərin mərkəzində 19-cu mərtəbə terasda açıq yer idi. Yəni şərait də yaradırdım ki, çünki bizim heyət hamısı cavan heyətidir və mən maraqlı idim hansısa formada. Yəni bacardığımızdan nəsə eləyə bilək. Yox, mən onsuz da işləyirəm. Mover elə də belə də mən bunu geri qaytaracam. Yəni mənim üçün bu hamı üçün bitmiş bir məsələdir. Mənim üçün bitmiş məsələ deyil. Yenə deyirəm, sadəcə fərqli yol, fərqli üsul, belə deyim, o daha belə düşünərək, yəni daha ani yox. Mən onda əlimdə pul var idi, qazanırdım və düşünürdüm ki, mən bu gün pul qazanmaq istəmirəm. Mən bu gün o böyük bir şeyi qurmağa hazırlaşıram. Amma bu gün düşünürəm ki, sabahları bir şey olanda ən azından adam bilməlidir ki, arxada bunu qarşılayacaq bir kompensasiya eləyəcək kapitalım var. Amma mən elə düşünmürdüm. Mən düşünürdüm iş gedir, işin dayanmağı üçün yəni xüsusi bir şey olmalıdır. Amma bu qədər rahat, bu qədər belə göz bağlayaraq, yəni müştəri üçün bu gün də belə hamımız eyni ölkədə yaşayırıq, çox da balaca ölkəyik. Mover getdi, nə baş verdi? Çox rahatdır. Birincini göndərib yerinə kimlər gəldi? Yəni bu adlar mənim üçün ad da çəkmək problem deyil. Sadəcə bir effekt ehtiyac görmürəm. Yəni bunun bir mahiyyəti olduğunu düşünmürəm. Qaydası biznesin bu idisə elədilər yəni davamlılıq, yenilik. Yəni yenə deyirəm, Mover'ın qurduğu sistemləri içinə işçi salaraq, uğrayaraq, yəni kopyalayaraq eləyir elə şeyləri. 5-10 dənə dəxilsiz addan şirkət açır, özü-özünlə rəqabət. Mən yenə deyirəm, mən pul qazanaram, hörmətdir. Mən elədim, mən qazanaram. Yoxsa pul qazanmağın üsulu çoxdur. Yolu necə seçirsən məsələ odur. İndi çox qarışıqdır əslində. Bir neçə işlə məşğulam. Yəqin yaxın vaxtlarda çıxar. Əsas təmizlik sektorudur. Yəni bu məntiqsizdir də məncə. Yox, elə bir şey olmayıb. Sadəcə bir əməkdaşımıza Midadan ev alanda maaş və sair məsələlərdə biraz dəstək olmuşam. Qalan yoxsa belə kiməsə ev alım, hədiyyə verim. Yox, geri ala bilmərəm birinci. Amma yəni həmən adamdan onsuz da gəlib mənə DSMF-yə şikayət edənlərdən biri oldu. Yəni amma yəni mövzu o şeydə deyil. Heç kimə ev almamışam, heç kimə maşın da almamışam. Nə bilim, belə başqa partilər da eləməmişəm. Yəni başımı aşağı salıb həmişə işimi görmüşəm. Son sözüm yoxdur. Müştərilərə əsas məsələ deyərdim ki, yəni kimsə baxırsa, onlar bir gün gec, bir gün tez, indi bəziləri deyir 1 il keçdi, il yarım keçdi. O şey mən onu da başa düşərəm. Amma başa düşülməli bir dənə şey var ki, müəyyən bir yerə çatmışam və mən adamlara bir dəfə sözü demişəm ki, ən birinci qaytarılacaq borclar mənə görə müştərilərin borcudur. Çünki mən bunu öhdəlik kimi götürmüşəm. Məhkəməyə verən də olub, verməyən də olub, gözləyən olur. Yəni hamıya da demişəm ki, o kapital əlimə keçən kimi, yəni təbii ki, mən də çalışıram, amma istər psixoloji, istər maddi olaraq mənim gücüm yoxdur. Yəni bu pulları qarşılamağa. Amma gec-tez olacaq, yəni hamısı da görəcək ki, heç kimin pulu ən azından məndə qalmaz, heç kimdə deyə bilmərəm. Dəqiq məndə qalmayacaq.